və ya düzgün şəraitdə saxlanılmayan ət məhsulları insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Alıcılar məhsulun rənginə, qoxusuna və saxlanma şəraitinə diqqət etməli. Həmçinin istehsal və son istifadə tarixlərini yoxlamalıdırlar. İstehsalçılar tərəfindən ən vacib məqam məhsul kəsildikdən sonra toyuq ətidirsə onun ekspertiz aktı, mal ətidirsə baytarlıq arayışı əldə olunmadan məhsulu satışa çıxarmamalıdır. Əgər məhsul donmuş məhsuldursa, -18 dərəcə Selsi aralığında saxlanmalı və bu temperatur aralığında daşınmalıdır. Yox, yeni kəsilmiş məhsuldursa, burada da məhsul 0 və -4 dərəcə Selsi temperatur arasında daşınmalı və bu temperatur aralığında da soyucuda istehlakçılara təhvil verilməlidir. Əgər müvafiq olaraq quş ətləri çəhrayı açıq rəngdə, eyni zamanda mal əti, quzu əti qırmızıya çalan təzə parlaq rəngdə olmalıdır, elastik və bərk olmalıdır. Əllə toxunduqda hər hansı bir çuxur yaranırsa tezliklə özünü bərpa etməlidir. Əgər ətdən xoşagəlməz qoxu gəlirsə, rəngi daha solğundursa, eyni zamanda da qurumuş və yaxud da çökəklər yaranmış, üzərində hər hansı bir ləkələr varsa, bu ətin xarab olduğunun göstəricisidir ki, bu məqamlara da diqqət etmək lazımdır. Bir sözlə, vətəndaşlar ət məhsullarını yalnız etibarlı satış nöqtələrindən, baytarlıq sənədləri ilə satılan məkanlardan almalıdırlar. Əks halda keyfiyyətsiz, köhnə məhsulların istehlakı ciddi fəsadlara, hətta qida zəhərlənmələrinə səbəb ola bilər.